Muhterem müsəlmanlar, ən birinci təqva olmaqda çağıram. Bizim dinimiz bizə bəzi əmrlər edib və bəzi şeylərdən çəkindirib. O əmrlərdən də biri qardaşlar, qardaşlıqdır. Yəni İslam birliyə çağırıb həmişə və təfriqəçilikdən çəkindirib. Xeyr ola, sən kimsən ki? Sən kimsən ki, Useydsən, nəsən? Sən kimsən ki, oturub belə ağzıvı danışırsan? Öz həddimi bil. Şeytanlar var. O Adil kimi, o Elxan kimi. Elxan xavaricdən imamıdır. İçəri şəhərdə, o mesciddə, işinə dua edirdi orada. Xavaricdən imamıydı o. Allah Subhanahu Allah'ın şərrindən qorusun. Qədə. Vüqar Qurbanov adlı gizlində təkfirçiləri və xavaricləri əlaqədə olan Adi Rəcəbovun ətrafına bax. Nə qədər qismənlər var. Heç bir universitet oxumayıblar. Dərslərini paylaşırlar. Hərəsi əlinə alıb bir dənə kitab, elə məsələlərdən danışır, keçində universitet qutarıb, heç nəinki heç bir yerdə oxumayıb, heç Misirdə də oxumayıb. Cahil. Aleyküm salam. Qardaş soruşurlar, ümumiyyətlə bu qulaq asmaq olar. Əgər olmazsa, niyə görə? Əlbəttə olmaz. Niyə görə? Çünki mümkündür. Bütün elm əhli, elm tələbələri Əlixan Musayevi nəinki elmlə məşğul olan bir adam kimi, onu ümumiyyətlə normal bir insan kimi tanımırlar. Bu adam uzun illər Əbu Bakır məscidində qamətin yanında olub və onun əxlaqından kifayət qədər bəhrələnib. Biləsiniz, Rəşad əhl-i-sünnə dəvəti üçün qara bir ləkədir. Əlixan da nədir o? Özüm belə göstəri təqdim edir ki, məni xavaric deyirlər, imam. Sənin ətrafında o xavariclər ki var, onlar Qarabağda ölənlərə leş deyirlər. Bunları da bu insanlar bir-birini təhqir etməkləri bəzi sahabələrindən öyrəniblər. Çünki İbn Teymiyyə bunların Şeyxülislamı deyir ki, bir çox sahabi və tabiin əlini söyürdülər. Yəsubbunahu, onu söyürdülər. Yubğidunahu, ona buğz edirlər, nifrət edirlər, düşmənçi edirlər və yuqatilunahu, onunla savaşırdılar. Minhəc-i Sünnət-i Nəbəviyyə 7-ci cild təhqiq doktor Muhammed Rəşad Səlim. Səhifə 137 və 138. Sonra deyir ki, وَلَمْ يَكُنْ كَذَلِكَ عَلِيٌّ İmam Ali Aleyhisselam belə deyildi. Yəni, sahabələrin və tabiinlərin hamısı onu sevmirdi. فَإِنَّ كَثِيرًا مِنَ الصَّحَابَةِ وَالتَّابِعِينَ كَانُوا يُبْغِضُونَهُ وَيَسُبُّونَهُ وَيُقَاتِلُونَهُ Deyir ki, sahabələrin bir çoxu və tabiinlərin bir çoxu imama buğz edirdilər. Hansı ki, Müslim deyir ki, Əliyyə Aleyhisselam buğz edən münafiqdir. Ancaq münafiq da buğz edər, düşmənçilik edər, kim bəsləyər, nifrət edər. Və yəsubbunahu, onu söyürdülər, və yuqatilunahu, və onunla müharibə edirlər, Cəməl Siffin müharibələri. Yəni, bu sahabələr də bunlar özlərini sələfi hesab edirlər. Yəni, onun yolunda hesab edirlər özlərini. Sələfi belə olandan sonra bu vəhabi özü necə olmalıdır ki? Bizim babalarımız sahabələrdir. Atalar yaxşı deyib, ot kökü üstə bitər. Belə atadan belə də oğul olar.